Salam, mənim müraciətim Respublikamızın hörmətli və möhtərəm prezidenti cənab İlham Əliyevadır. Mən bu günləri Yasamalda özünü Allah və müavinləri, şöbə müdürləri, nümayəndələri özünü mələk elan edən Yasamal İcra Hakimiyyətindən danışmaq istəyirəm. Onların səhlənkarlığı üzərindən nə hala düşmüşəm, onu sizlərə qeyd etmək istəyirəm. Amma öncə İlham Əliyevin, cənab prezidentin bir-iki videosunu taq edəcəyəm. Onlara xatırlatma olsun icra hakimiyyəti. Amma Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov cənabları, onun müavinləri, şöbə müdürləri və 4 saylı icra nümayəndəsinin rəhbəri Fərhad Hacıyev tam bunun əksinədir. Prezidentimiz qeyd etdiyi kimi, xalqın xidmətçiləri yox, xalqın başının ağası hiss edirlər. Prezidentimizin bu və onları bu vəzifəyə təyin etdikdə onlara göstərdiyi etimadı doğrultmurlar. Və nəticəsi, dəfələrlə müraciət etdiyim halda hər kəs artıq bilir, mən 27 noyabr 2025-ci ildən ta bugünə qədər, hələ də bilinmir nə qədər müddət, yataq rejimindəyəm, yarı şikəst vəziyyətdəyəm. Niyə? Mənim yaşadığım Yasamal, Yeni Yasamal Mir Mövsüm küçəsi çox bərbad vəziyyətdədir. Hətta belə deyək, sanki Qəzza zonasıdır. Sanki Bakı şəhərinin mərkəzi rayonu olan Yasamalın küçəsi deyil, Qəzza zonasıdır. Mənim yaşadığım Mir Mövsüm Nəvab küçəsində həm bütün sakinlər üçün, istər yerli, istər orada işləyən, istər qonaq gəlib gedənlər üçün çox təhlükəli bir vəziyyətdir. Həm sürücülər, həm piyadalar üçün hər bir halda, hər an qəza baş verə bilər. Niyə? Çünki səki deyilən şey demək olar ki, yoxdur. Bu da Yasamal rayon icra hakimiyyətinin eyninə deyil. Yasamal aynanın üzərinə atır, ayna Yasamalın üzərinə atır. Hər biri deyir ki, bizim balansımızda deyil. Mən də soruşmaq istəyirəm. Əgər bu küçə heç kimin balansında deyilsə, məgər Azərbaycan Respublikasının ərazi vahidi deyil? Bakı şəhəri Azərbaycan Respublikasının ərazi vahididir. Yasamal rayonda ərazi vahididir. Demək, bu küçədə ərazi vahididir. Amma heç kim öz üzərində. Dəfələrlə mən qapalı şəraitdə keçirilən səyyar görüşlərdə iştirak etmişəm, Elşad Həsənovla görüşmüşəm. Hətta Elşad Həsənov özü yerdə şahid, göydə Allah şahiddir. Özü də deyib ki, xanım, siz həmişə ictimaiyyətin problemi ilə gəlirsiniz. Heç kim deyə bilməz ki, ora gələnlər kimi bir dəfə gəlim deyim ki, mənə bu yardım elə, evimi remont elə, filan. İctimaiyyət üçün gəlirəm, bu küçə üçün gəlirəm. Çünki bu küçədən mən keçirəm, mənim 1-ci dərəcəli əlil övladım keçir, anam, ahıl anam keçir, digər əli uşaqlılar keçir. Lap sağlam keçir, səki deyilən şey yoxdur. Olan səkilər də ticarət departamenti harda yatıb bilinmir, küçə ticarəti tutub. İnanmırsınızsa gəlin yoxlayın. Amma yoxlamamamızdan əvvəl kimlərəsə xəbər göndərib, oraları yığışdırıb, sonra göndərib, mənə şəkil göndərməyin. Lap küçə ticarətində qoyduq kənara, səkilər yoxdur, olan səkilər bərbaddır. Bildiyiniz kimi 27 noyabr 2025-ci ildə həmin o səkinin olmamağı, səkinin yerində kustar surətdə düzəldilmiş pləkənin, həmin pləkənin də altında Əsəd Əhmədov, yurist bəzi mənbələrdə Əsəd Əhmədov 1, heç bir burada yazı yoxdur. Qeyri-qanuni çəkilmiş yağış sularının kanalizasiya qeyri-qanuni surətdə axıdılması üçün qeyri-qanuni pləkən altından keçirilmiş, üzərindən sementlənmiş pləkənə görə, hansına ki Fərhad Hacıyev nəzarət etməyib, hansına ki qanunsuzluğa göz yumub, onun üstündə yıxılmışam. 27 noyabrdan bura mən yataq rejimindəyəm, ağır əməliyyat keçirtmişəm, topuq nahiyəm 2 proyeksiyada qırılıb, çıxıq var, plastinalar deyirlər də, titan plastin
Rəsmi qəyyumi olduğum birinci dərəcəli əqli əngəlli nitq qabiliyyətindən məhrum 27 yaşında oğlum var, hansı ki mənim qayğıma möhtacdır. Ahıl 79 yaşında onkoloji xəstə anam var, hansı ki mənim qayğıma möhtacdır. Amma əksinə onlar mənim qayğımı çəkir və inanın mən xəstəxanaya gedəndə mən əlil arabasındayım. İnanmırsınızsa baxın. O əlil arabasıyla məni xəstəxanaya aparan bir şəxs də yoxdur. Sağ olsun bəzi qohumlarım var, hansılarına ki yalvar, yaxarla, xahişlə, minnətlə aparırlar məni. Yəni taksiyə belə minib gedə bilmirəm. West Hospital'da müalicə alıram, özəl klinikada. 4000-dən çox xərcim çıxıb. 6 aydan sonra bir dənə də operasiya, bir əməliyyatda olacaq. Orada da bir o qədər xərcim çıxacaq. Gördüyünüz kimi də kasıb bir vətəndaşam. Nə olsun ki, blogeram böyünüm var. Heç bir gəlir mənbəyim yoxdur, yoxlatdıra bilərsiniz. Fizioterapiyalar, oburslarda o qədər. Yəni ki, borc xərc, 4 maddi təzminat üçün istər Siparka, istər icra hakimiyyətinə təzminat davası açılacaq məhkəməyə verilərək, o ayrı söhbətdir. Dəfələrlə şikayət etmişəm. Əslində Fərhad Hacıyevin öz xahişi ilə və yaxud tərəflərin birinin istəyi ilə deyil, töhmət deyil, şiddətli töhmət deyil. İşə götürənin etimadını doğrultmadığı, səhlənkarlığı nəticəsində minimum işdən çıxarılmalıdır. Prokuratura araşdırıb inzibati cinayət məsuliyyətinə cəlb etməlidir ki, bu küçüyə nəzarət edib o qanunsuzluğu görməyib, hansının ki nəticəsində mən bugünə düşmüşəm. Heç bir şikayətə baxılmır. Niyə? Niyəsini deməmişdən öncə bir dənə də hörmətli prezidentimizin videosunu izləməyi sizə göstərirəm, izləməyi tövsiyə edirəm. Görənlər görür prezidentimizin bütün videolarına. Rəhbər vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Və beləliklə həm öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşdur. Niyə? Çünki Elşad Həsənov prezidentimizin etimadını doğrultmayıb. Demokratik dövlət qanunvericiliyinə əks olaraq ətrafını qohumları, qrup yoldaşlarının qohumları ilə doldurub, hansı ki artıq onun özünün üzünü qara edirlər və üzü gəlmir ki onları cəzalandırsın. Bu məndə olan məlumatları da araşdırmışam. Amma hörmətli prezidentimizdən, yəni şəxsi qərəzlik kimi çıxmasın deyə, hörmətli prezidentimizdən, prokuraturadan çox xahiş edirəm, bunu araşdırın və araşdırsanız bazada görəcəksiniz hər şeyi öz gözünüzlə. Buna bir çarə qılın. Qohum belə yığmaq olar ətrafa. Eybi yox, olsun, qohumdur. Amma qohum insanın üzünü ağartmalıdır. Qohum real həyatda. İşdə müdiriyyət var, işdə hər bir işin öz iş məsuliyyəti var və qohum da olsanız. Qohum real həyatda, qrup yoldaşı real həyatda. İşdə hər biriniz dövlət qulluqçularsınız. Və prezidentimiz də qeyd edib ki, dövlət qulluqçuları xalqın xidmətində olmalıdır. Amma Elşad Həsənov və onun əshabələri özünü xalqın başının ağası hesab edir. 29 noyabrda siz bizim həyətə nəcəbsi mənim şikayətimdən sonra gəlmişdiniz. Zərər çəkən mən olduğum halda mənimlə görüşməmişdiniz. Və nə göstərişlər vermişsiniz hələ də məlum deyil. Köhnə hamam, köhnə tas, yenə də deyirəm, küçəmiz hər bir kəsi üçün təhlükəlidir. Bugün mən, sabah digər sakin belə qəzalara uğraya bilər, şikəst ola bilər, səhhətinə, sağlamlığına zərər dəyə bilər, hətta həyatını itirə bilər. Asfalt pis gündədir, bir gün çökəcək. Necə ki, Nərimanovda bir şəxs o çökmə nəticəsində kanalizasiya düşüb hövsandan çıxmışdı. Bir gün də bizdə olacaq. Mənim bəxtimdən olacaq. Yəni,
Kimsə yenə də burada da o hadisə 100% baş verəcək və yaxud digər bir hadisə baş verəcək. Səyyar qəbullar keçirmək lazım deyil. Siz icra başçısısınız. Sizin ətrafınızdakılar da siz də xalqa xidmət edirsiniz. Bir həyəti gəzməlisiniz. Əvvəlcədən planlaşdırılmamış yox. Hər kəsin şikayətini dinləməlisiniz. Gəlməmişdən öncə buranı təmizlətdirib daha abad formaya salmaq lazımdır. Onsuz da küçə ticarətini də yığışdırsanız Qəzzaya oxşayır. Özünüz gəlib görmüsünüz ki, həm sürücülər üçün, həm də piyadalar üçün nə cür təhlükəlidir. 2023-cü ildə mən prezident administrasiyasına gedəndən sonra kustar formada məni susturmaq üçün piyadalar üçün bir dənə yol ayırdınız. Kustar belə trubalar düzdünüz. 2 ildir orası ki çatmır, nə var. Güya ki icra hakimiyyətinin büdcəsi çatmır. Bəzi hallarda da biz onun ərazi vahidi olmadığımız üçün onun səlahiyyətlərinə aid deyil. Əgər siz o vaxtdan bu yana şikayət etsəm də şikayətlərimə baxmır. Yenə də dediyim kimi qohum əqraba Siciliya klanudur 100%. Bunu da baş prokurorluqdan, prezidentimizdən araşdırılmasını xahiş edirəm. Başda Elşad Həsənov olmaqla bütün məsul bu işdə olan məsuliyyət daşıyanlar, xüsusilə Fərhad Hacıyevin inzibati cinayət məsuliyyətinə cəlb olunmasını, cəzalandırılmasını, hətta lazım gələrsə icra başçısının da işdən çıxarılmasını, çünki prezidentin etimadını doğrultmur. Prezidentimiz neçə dəfə sizlərlə iclas keçirdib, neçə dəfə xətası olanı çıxardıb, hətta 27 gün öncə işə qoyduğunu xətası olduğu üçün çıxardıb. Yəni siz elə bilirsiniz ki, bu 5-6 ilki xidmətlərinizə görə sizi işdən çıxartmayacaq. Prezidentimizə müraciətim odur ki, insan hüquqlarımı tapdalanmasın, günahkar. Dəqiq yadımda deyil, ya Samal rayon prokuraturasından, ya Bakı şəhər prokuraturasından Nigar xanım adlı bir prokuror köməkçisi zəng vurdu, araşdırdı və dedi ki, siz məhkəməyə müraciət edin. Əgər mən məhkəməyə müraciət edəcəmsə, sualım odur, prokuratura nəyə lazımdır? Mən deyirəm, hadisə baş verib, qeyri-qanunsuzluq üzündən. Deyirəm ki, araşdırın, nəticə çıxardın, məhkəməyə artıq siz sövq etməlisiniz ki, cəzalandırılsın, lazımdırsa məhkəməyə sövq edin. Mən məhkəməyə verəcəmsə, mən məhkəməyə verəcəm maddi təzminat barədə. Onda prokuratura nəyə lazımdır? Belə çıxır ki, Elşad Həsənovun əli elə uzundur ki, onları da artıq ələ alıb, prokuraturadan, baş prokurorumuzdan xahiş edirəm, bu məsələ araşdırılsın. Mənim şikayətlərimə, mən burada dediklərimi də yazmışam. Şikayətlərimə məsuliyyətlə yanaşılsın və baxılsın. İstər prokuror, istər icra hakimiyyəti, dövlət qulluqçusudur və prezidentimiz demişkən, siz bizlərin xidmətçisiniz. Hörmətli və möhtərəm prezidentimiz, mən burada şou göstərə bilərdim, yalandan ağlaya bilərdim, inanın içim ağlayır. Sadəcə mən şou göstərə bilmirəm, göz yaş tökə bilmirəm. Mənim müraciətimə baxmanızı, Elşad Həsənovu, onun əsabilərini, müavinlərini, xüsusilə Fərhad Hacıyevi cəzalandırmanızı, prokuraturanın işin araşdırılmasında onlara göstəriş vermənizi, prokuraturanın bu işə məsuliyyətli yanaşmasını, bu işdə təqsirkar olan, istər Yasamal İcra Hakimiyyəti başçısı və yaxud onları cəzalandırmaq istəməyən, araşdırmaq istəməyən prokuratura işçilərinin də cəlb olunmasını, qohumluq əlaqələrinin qohumbazlığa son verilməsini, bu küçənin düzəldilməsini, başqalarının zərər çəkməməsi üçün dövlətə xidmət edə biləcək, sizin etimadınızı doğruldacaq icra başçıları, prokurorlar təyin etməyinizi sizdən çox xahiş edirəm. Bununla da mənim və digərlərinin vətəndaş hüququnu da, onsuz da bilmirəm neçə ay keçəcək, tam ayağa dura bildiyim halda, axsadasam da prezident administrasiyasına yaxınlaşacaq, prezidentə müraciət olunacaq, onlayn müraciətlər hər yana olub. Prokuratura baxmasa, Fuad Ələsgərov cənablarının qəbuluna düşəcəm. Zeynal Nağdaliyevin müşaviri, cənab Zeynal Nağdaliyevin də düşəcəm. Məhkəməyə də müraciət edəcəm təzminat barədə. Çünki bir dəfə də olsun Elşad Həsənov, Fərhad Hacıyev üzrxahlıq etməyib. Əslində bunun qanuni hüquqi yolu var. Vicdanlı dövlət qulluqçusu bunu boynuna alardı. Hüquqi yolla, şantaj deyil, pul dinləmək deyil. Araşdırardı mən nə qədər xərc çəkmişəm və xərc çəkəcəm. Vəkilini göndərərdi müqavilə ilə mənim onların üzündən maddi, mənəvi, fiziki zərərə uğradığımın ən azından maddi tərəfini ödəyərdi. Onu belə etməyiblər. Bir zəng açıb üzrxahlıq, insanlıqla
Yəni ki, nümayəndələri, vəkilləri ilə birlikdə barışıq müqaviləsi mi deyək, müqavilə mi deyək, akla bir-bir araşdırardılar. Hara nə qədər xərc çəkmişəm, 6 aydan sonra əməliyyata nə qədər xərcim çıxacaq, əməliyyatdan əlavə rengini var, kartesi var, yol pulusu var, benzini var, qiymətlər, apteklərdəki dərmanların qiyməti var, onun o iynələri mənə vuran tibbatçının pulu var. Hamısını qəpiyinəcə, mənə artıq bir qəpik də lazım deyil. Maddi təzminatı bu başdan ödəyərdi, üzrxahlıq da elərdi. Onu da qoydum qırağa. Elementar humanist formada bir telefon açıb üzrxahlıq belə edə bilərdi. Amma yox, üzrxahlıq etməyi özlərinə yaraşdırmırlar. Niyə? Çünki yasamalın Allahı hesab edir özünü, Elşad Həsənov. Əshabələri də özünü yasamalın mələkləri hesab edir. Çox xahiş edirəm, cənab prezident, bu məsələyə aydınlıq gətirin. Mənim insan hüquqlarımı, vətəndaş hüquqlarımı qoruyun. Digərlərin zərər çəkməməsi üçün bu küçə təmir olunsun. Vətəndaş hüquqlarımın qorunmasını, vətəndaş hüquqlarımın yerinə etməsini, bu məsələdə olan, təqsirkar olan Elşad Həsənov başda olmaqla, Elşad Həsənov bu işə məsul olan müavinlərinin, şöbə müdürlərinin, xüsusilə 4 saylı icra nümayəndəsi Fərhad Hacıyevin cinayət, inzibati məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını, xalqa layiqli xidmət göstərəcək olan yeni dövlət qulluqçularının təyin olunmasını, küçənin təmir olunub, təhlükəli vəziyyətdən azad olunmasını sizdən cənab prezident xahiş edirəm və xahiş edirəm ki, prokuraturaya nəzarət edin ki, bu məsələni araşdırsınlar, günahlı şəxslər, vəzifəli şəxslər layiqli cəzasına çatsınlar. Mənim tək çarəm, tək ümidim sizsiz, cənab prezident. Dövlət məmuru Özünün yasamalını Allahı hesab etmiş, xalqa xidmət yerinə, xalqın başının ağasını elan etmiş, şikayətlərimə rəğmən heç bir iş görməyən, 2023-dən bura heç bir iş görməyən və onların günahından mən yıxılıb bugünə düşmüşəm. Onların günahından mənim əngəlli övladım çarəsizdir. 79 yaşlı anam çarəsizdir. Mən onun qayğısına qalmaqdan, mən onu sözün əsl mənasında boynuna minib bura gedirəm ki, ehtiyaclarımı ödəyə bilim, təbii fiziki ehtiyaclarımı. Amma Toxun Hacıdan xəbəri yox. Vətəndaşları iyrəndirməyin, cənab Elşad Həsənov və sizin qisminizdə digərləri. Vətəndaşları iyrəndirməyin. Fərhad Hacıyev bunu prezident belə demişdi. Amma buradan girir, oradan çıxır. Sanki prezident sizə müraciət etmir. Vətəndaşları irgəndirməyin. Bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər. Bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər. Öz işləri ilə məşğul olsunlar. Hörmətli, möhtərəm prezidentimiz, bizim qəhrəmanımız, cənab İlham Əliyev, necə ki 44 gündə bizim mənfur düşmənin başına öz dəmir yumruğunuzla əzdiniz, inanıram ki, Yasamal rayon icra hakimiyyəti və onları Fərhad Hacıyev və digər məsul şəxslər, hansı ki xalqın ağası hesab edənlər, onların tərəfini tutan, onlar kimi olan hər kəsə şamil olunur, o prokuratura işçiləri, şikayətə baxmayanların da, yəni daxili düşmənçilik edib, qohumbazlıqla, dostbazlıqla, vətəndaşlar da dövlətə, dövlətçiliyimizə şübhə oyatmağa çalışan, ekstremal hal çalışan bu daxili düşmənlərin də başını əzəcəksiniz, ədalət yerini tutacaq. Elşad Həsənov başda olmaqla, Fərhad Hacıyev başda olmaqla, digər məsul şəxslər də cəzasını tapacaq. Sizdən xahişim budur, tək çarəm də sizsiz əngəl. Elşad Həsənov, Elşad müəllim, bu arada mən də dövlət qulluqçusu ailəsindən, özüm dövlət qulluqçusu olmamışam. Mamam da dövlət qulluqçusudur, Allah ömür can sağlığı versin. Sayənizdə əziyyət çəkir. Onun qocalığını çarəsiz qoymuşsunuz. Rəhmətli babam da dövlət qulluqçusu olub, atam da. Özü sizin sistemdə, icra kommunal sistemindən. Ana babam da, o indiki dinlənsə icra rəhbəri müavini, katib olub, vaxtıyla. Yəni ki, mən də dövlət qulluqçusu ailəsindənəm. Mənim valideynlərim dövlətə sizdən fərqli olaraq canla başla xidmət ediblər. Xidmətçisi olublar. Adından göründüyü kimi. Vicdanınızı, əlinizi qoyun ürəyinizin üstünə, vicdanınızın üstünə və fikirləşin bu sözlər barədə. Prezidentimizə inanıram ki, sizi də Fərhad Hacıyevi də başına sığal çəkdiyiniz, cəzalandırmaq istəmədiyiniz Fərhad Hacıyevi də
Prezidentimiz, mən yalan danışmıram, indi şəkilləri bura qoyacağam. Mən yıxılanda o qeyri-qanunsuz truba nə formada idi? 29-unda gəldi Elşad Həsənov, nə göstəriş verdi, bilinmir, yenə köhnə amam, köhnə tastı. Bir ay, 3 gündən sonra 30 dekabrda o pləkən düzəldi. Gərək mən yıxılaydım, ya digər biri, orada o qədər ayağı burxulan olub, ayağı sürüşən olub, mən amma ən böyük zərəri mən çəkmişəm. Gərək kimsə zərər çəkəydi, o pləkəni düzələydi. Fərhad Hacıyev görmürdü, elə belə də deyir, mənim işim nəzarət etməkdir. Nəzarət etdin, düzəltdir, qanunsuzluğun qarşısını al Fərhad. Get, deyinən Elşad müəllim, belədir, belədir, belədir. Elşad Həsənov prezidentin etimadını doğrultmur. Fərhad Hacıyev də həm Elşad Həsənovun, həm də prezidentin etimadını doğrultmur. Mən yalan danışmıram, rengen şəkillərini də bura qoyacağım. Öncə travmatologiya aparmışam, təcili yardım tərəfindən, daha sonra West Hospital'da, burada West Hospital'ın həkimlərinə təşəkkürümü bildirəm. Düzdür, pulumu verib etmişəm, amma yenə də sağ olsunlar. Təşəkkürümü bildirirəm. Bu arada təcili yardım da yenə də icra hakimiyyətinin təqsiri üzündən oranı tapa bilmirdi. Çünki heç bir binanın üzərində normal yazılmır. Əsəd Əhmədov 100'dür, 200'dür, 1'dir. Halbuki prezidentimiz qərar verib ki, icra hakimiyyətləri hər bir binanın üzərinə ünvanı qeyd etsin. Çünki təcili yardım vaxtında çata bilmir, təcili yardım o yeri tapa bilmir. Təşəkkürümü bildirmək istəyirəm bizim polis əməkdaşımıza, polis sabitimizə, sahə inspektorumuz olan Abdul müəllim, Abdul Zeynalova təşəkkürümü bildirirəm ki, ona tez zəng vurdum, dedim ki, skoru tapa bilmir, nömrəni bilmirsiniz. Mənə kömək elədi, özü də təcili yardıma zəng vurdu, ünvanı da dedi. Əfsuslar olsun, nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşdur. Nə qədər dedim, qısa edim, alınmadı. Bütün dediklərimin hamısını onlayn olaraq qurumların hamısına göndərmişəm. Burada da qurumların adını taq edirəm. Yenə də deyirəm, hörmətli prezidentimiz, inamım sizədir. İnanıram ki, siz bu məsələni həll edəcəksiniz. Elşad Həsənovu da, Fərhad Hacıyevu da, digər məsul şəxsləri də cəzalandıracaqsınız. O işə baxmaq istəməyən, şikayətlərimi qəbul etməyən prokuratura və digərlərində kimlə da işə baxmaq istəməyib, öz məsuliyyəti onların tərəfini tutaraq, güya ki, məni məhkəməyə yönləndirmək istəyən, araşdırmadan vaz keçən prokuratura işçilərinin də öhdəsindən siz gələcəksiniz. İnanıram, dəmir yumruğunuz tək xarici düşmənlərə aiddir, daxili düşmənlərə də. Yaxşı ki, varsınız.